Sinəmdə göynərtilər olur, ağrılar olur. Təsadüfi müayinə. Sizdən gələn mənə suallardan, daha tez-tez gələn suallardan birini adlandırmaq istəyirəm. Axar daxili papillomalar, intraduktal papillomalar dediyimiz süd vəzin axacaq daxili papillomaları. Bunlar təhlükəlidirmi? Sinəmdə göynərtilər olur, ağrılar olur. Təsadüfi müayinə sayəsində aşkarlanıbdır bu doktor və indi yanınıza gəlmişəm ki, bunu dəqiqləşdirəsiniz. Ən çox da bir neçə ultrasəs müayinə həkiminin yanından çıxıb əllərində qalaq-qalaq raporlarla yanıma müraciət edirlər, gəlirlər və biz müayinəmizdə aşkarlayırıq. Çox zaman intraduktal papillomalar dediyimiz axar daxili papillomalar, yəni axarın genişlənməsi səbəbindən orada olan cisim, hiperekogen əlavə təhlükəli olmur. Və bu müayinəni təsdiqləmək üçün də biz mütləq mamoqrafi müayinəsinə göndəririk pasiyenti. Orada da ultrasəs müayinəmizi, təşxisimizi təsdiqləyirsə müayinə, biz mamoloq yardımı istəyirik. Pasiyenti mamoloqa yönləndiririk. Ultrasəs müayinədə axar daxili papillomaların aşkarlanması olduqca əlverişlidir. Yetər ki, erkən müraciət edəsiniz ki, həyat qurtaraq.